Dünən Gürcüstan ərazisində Azərbaycandan Türkiyəyə uçuş həyata keçirən Türkiyəyə məxsus Si-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəzası nəticəsində Türkiyə Respublikasının 20 hərbi qulluqçusu həlak olub. Kaliberə baş verən hadisənin bəzi detallarına dair ilkin məlumatlar daxil olub. İlkin məlumata əsasən, təyyarə Gəncə hava limanında təxminən 2 saat ərzində planlı gözləmə rejimində dayanıb. Bu müddət ərzində təyyarəyə xarici müdaxilə və ya kiminsə yaxınlaşması ilə bağlı heç bir fakt qeydə alınmayıb. Göyərtidə hərbi paradda iştirak edən F-16 qırıcılarına texniki xidmət göstərən mütəxəssislər olub. Onlar bütün təhlükəsizlik prosedurlarından keçdikdən sonra göyərtiyə daxil olublar. Təyyarə F-16 qırıcıları üçün mexaniki ehtiyat hissələri daşıyıb. Mövcud məlumata görə göyərtidə heç bir partlayıcı maddə olmayıb. Bundan əlavə, təyyarə qalıqlarının ilkin vizual baxışı da xarici təsir izlərini göstərmir. Müqayisə üçün, ötən ilin dekabrında Azal sərnişin təyyarəsi vurulduqda, gövdədəki deşici zədələr dərhal görünürdü. Belə izlər qeydə alınmayıb və bu, qəzanın texniki səbəbdən baş verməsi ehtimalını gücləndirir. İlkin ehtimallara əsasən, faciənin 2 mümkün səbəbi üzərində araşdırma aparılır. Birinci ehtimal təyyarənin istismar müddəti ilə bağlıdır. Si-130 uzun müddət istismarda olub və 2020-ci ildə əsaslı təmir keçirib. Korroziya gövdə üzlüyünün və ya konstruksiyanın ayrı-ayrı elementlərinin sıradan çıxmasına səbəb ola bilər. Bu senari dünya aviasiyasında daha əvvəl də müşahidə olunub. ABŞ-da eyni tip təyyarənin korroziya zədələnməsi nəticəsində qəzaya uğraması faktı mövcuddur. İkinci versiya daşınan yükə aiddir. Əgər konteynerlər və ya ehtiyat hissələri lazımi şəkildə bərkidilməyibsə, uçuş zamanı yer dəyişmə baş verə və gövdənin daxili elementlərinə zərbələr endirə bilər. Bu tip zərbələr nəzəri halda konstruksiyanın deformasiyasına, kritik halda isə onun bütövlüyünün pozulmasına və idarəetmənin itirilməsinə gətirib çıxara bilər. Hadisə ilə bağlı araşdırmanı Gürcüstan və Türkiyə aparır. Azərbaycan isə ilk dəqiqələrdən etibarən qardaş Türkiyəyə tam dəstək göstərir. Bu yaxın əməkdaşlıq və müttəfiqlik münasibətlərinin daha bir nümunəsidir. Si-130 tipli təyyarələr 60 ildən artıqdır ki, istismar olunur və müxtəlif illərdə dünyada bu təyyarələrlə iştirak edən bir sıra ciddi hadisələr qeydə alınıb. Məlum qəzalarda səbəblər daha çox texniki nasazlıqlar, mühərrik problemləri, ekipaj xətaları, həddindən artıq yükləmə və konstruksiya zədələnmələri ilə bağlı olub. Gövdənin havada parçalanması və ya təlim uçuşları zamanı qəzaya uğrama halları da qeydə alınıb. Beləliklə, dünya statistikası göstərir ki, Si-130 etibarlı və geniş istifadə olunan təyyarədir. Lakin resursun yüksək dərəcədə tükənməsi və metal yorğunluğu riskləri artırır. Yekun qənaət qara qutular və texniki ekspertiza tərəfindən müəyyənləşdiriləcək. Bort yazıçılarının deşifrələnməsi nəticəsində uçuşun bütün parametrləri, cümlədən sürət, hündürlük, mühərriklərin iş rejimi və son saniyələrdə idarə etmə barədə ətraflı məlumatlar əldə ediləcək. Bu, aviasiya qəzasının dəqiq səbəbini müəyyən etməyə imkan verəcək. Kaliber həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüzünlə başsağlığı verir.